Herkese salam, kanalımıza hoş gelmişsiniz. Bugün sizlere anamın qədim kulinariya kitabından olan paxlava reseptini paylaşıram. Mən bu reseptə əlavə olaraq yarım çay qaşığı sirkə də vururam. Onda çox gözəl ağızda əriyən paxlava alınır. Şərbət üçün 1 stəkan şəkər tozu, 1 stəkan su. Mən biraz suyu artıq əlavə etdim. Yarım çay qaşığı limon. Şərbətini hazırlayıb qoyuruq soğuyur. Alt yazı bölməsində ərzaqları yazmışam. Oradan baxa bilərsiniz. Xəmiri yoğurduqdan sonra üzərini dəsmalla örtüb kənara qoyuruq. Yarım saat xəmir dinlənir. Xəmiri 12 yerə bölüb kündələr edirik. İkisini böyük, biri altı, biri üzəri üçün. 12 qatdan ibarət alt qata yağlayıb içlik vurmuruq və üst qatın altına içlik vurmuruq. Üzərinə yumurta sürtüb, fındıq, qoz, badam zövqə görə bəzəmək olar. Mən burada unudub sizlər üçün çəkməmişəm. Sobaya verdikdən sonra 10 dəqiqə sonra çıxarıb yağı əlavə edirik. 1 stəkan yağı əlavə edirik və sonra yenidən sobaya veririk. Üzəri qızardıqdan sonra çıxarıb soyuq şərbətimizi də əlavə edirik. Çox gözəl, dadlı, ləzzətli paxlava alınır. Siz də buyurun bişirin. Nuş olsun sizlərə də. Abunə olmağı unutmayın. Dəstək olmağı unutmayın. Sağ olun, gələn görüşlərə dək.